turizmlə danışacağıq indi. Söhbət nədən gedir? Belə deyim, artıq qış turizmi ərəfəsindəyik. Qarın da yağmasını həvəslə gözləyirik. Düzdür, bəzi ərazilərimizə artıq yağır. Amma elə qış turizmi ərəfəsində, hansı ki açılışı da olacaq, bu ərəfədə bölgələrdə turizm imkanları da araşdırılır. Elə bu məqsədlə Şəkiyə mediatur təşkil edilib. Görək Şəkinin turizm potensialı necədir? Bu ilin 11 ayında Şəkiyə 17 mindən artıq turist gəlib və otellərdə 22 minə yaxın gecələmə qeydə alınıb. Hazırda Şəki şəhərində 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir ki, onlardan biri 5 ulduzlu, 6-sı 3 ulduzlu, biri isə 2 ulduzludur. Media nümayəndələri səfər çərçivəsində Şəkinin Öyrət kəndi ərazisində yerləşən Qafqazın ilk aqroekoturizm obyekti ilə tanış olublar. 2008-ci ildə 8 hektar ərazidə yaradılan bu məkan turistləri özünə cəlb edir. Təkcə bu ilin 11 ayı ərzində buranı 40 mindən artıq qonaq ziyarət edib. Burada yüzlərlə heyvan cinsi və 4 mindən artıq bitki, ağac növü var. Şəki rayonunda mövsümlülük amilinin aradan qaldırılması üçün ciddi işlər görülmüşdür. Hal-hazırda olduğumuz aqroturizm kompleksi ilin bütün aylarında turistlərə xidmət göstərmək potensialındadır. Hal-hazırda Şəki rayonunda şəhər bələdçi xəritəsi, muzeylər xəritəsi, sənətkarlıq xəritəsi, dağ piyada marşrutlarında turistlərin rahat hərəkət etməsi üçün hiking marşrutu xəritəsi işlənib hazırlanmışdır. Biznes subyektinin əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, turizm fəaliyyəti göstərməkdir. Burada dünyanın demək olar ki, bütün qitələrindən, bütün ölkələrindən turistlərimiz olur. Bunların hər biri Azərbaycanın kənd təsərrüfatı potensialını əyani şəkildə görmə şansı qazanırlar. Bununla bərabər yerli sakinlərimizə Yaponiyadan Amerikaya qədər bitki örtüyünü istər flora, istər fauna şəklində, heyvanat şəklində insanlara təqdim edilir. Əsas qayəmiz kənd təsərrüfatının potensialını insanlara yaxından tanış etmək, kənd həyatının mədəniyyətini insanlarla bölüşmək. Mediaturun növbəti dayanacağı Şəkinin qədim və məşhur ipəkçiliyini yaşadan Azəripək Açıq Səhmdar Cəmiyyəti olub. Bildirilib ki, müəssisədə yüksək keyfiyyətli 100% təbii xam ipək, müxtəlif ipək məhsullar, eyni zamanda kəlağayı, şərf, çitmə və sair istehsal olunur. İstehsal olunan məhsullar xarici ölkələrə ixrac olunur. 12 barım işləyirəm, müəssisədə 12 barama. Hamısı şükür Allaha, ipəyi də yaxşıdır, birinci sort istəyirəm. Sortumuz da yaxşıdır, maaşlarımız da yaxşıdır. İstəyirik ki, belə həmişə işimiz belə geçsin, belə işləyək. Biz gün ərzində 15 kəlağayı işlədik. Məsələn, belə sifarişlərə də uyğun işlədik. Ən klassiklərlə ağ, qırağı, kənargöy, soğanı, bir də kimə nə sifariş olunursa, kim nə istəyirsə ona uyğun işlədik. Media mənsubları Şəkidə sənətkarlarla görüşüb, onların iş prosesi ilə yaxından tanış olub. Onlara bu şirniyyat növünün hazırlanmasındakı incəliklər barədə ətraflı məlumat verilib.